Evet, tabii onlar Azerbaycan'dan geldiler. Onların da selamlarını göndermeden olmaz illaki. Öyle değil mi sevgili arkadaşlar? Elbette ki onların salamlarını da işitsin bizim tamaşaçılarımız. Çok değerli bizim musiqici arkadaşlarımız, musiqici dostlarımız, belə deyim. Onları elbette ki Azerbaycan insanı tanıyır. Çünkü onlar çok değerlidirler. Həqiqətən də çok değerlidirler. Ve Türk insanı da artık yavaş yavaş tanıyacak. Belə mədəniyyət günləri bizim kimi proqramlarla inşallah daha da yakından tanıyacak. Ve elbette ki biz onların sesini eşittirək sizlere. Evet, hemen yanı başımızda biz Hayam Mehmedov'la başlayalım. Kendisi kemençede, mikrofonu uzatalım. Azerbaycan'a, Türk dünyasına, Türkiye'ye neler söylemek istersiniz? Hoş geldiniz Türkiye'ye. Hoş bulduk. Ben bütün Türk dünyasını, bütün Türk halklarını salamlayıram buradan sizin efir vasıtasıyla. Azerbaycan'a salamlayıram. Size çok teşekkürler edirik ki hem bugünkü program hem ümumiyyətlə Azerbaycan İctimai Televizyasıyla sizin TRT Avaz kanalı arasında ortak yayımlar emektaşlarımız var. Emektaşlarınız var. Yani biz o yayımlarda iştirak eləmişik. Yani çıxışlar eləmişik. Sizi çok gözəl tanıyırıq. Ve size çok uğurlar. Bu Türk kanalına, Azerbaycan kanalına, yani ortak yayım Dolayısıyla size çok başarılar, uğurlar diliyoruz. İnşallah ilerleyen mevsimlerde, ilerleyen dönemlerde de İctimai Televizyonuyla ortak yayınlarımız devam edecek. Ve elbette ki Emin, sen de sesini işitsin bizim tamaşaçımız. Çok sağ ol ki geldin. Ben teşekkür ederim kanala. Bizi davet ettiğinize göre ve hamını medeniyet günlerine, Azerbaycan medeniyet günlerine de gözləyirəm. Çok sağ ol. Çok teşekkür ederik ve güzelimiz, çiçeğimiz Çinare buyur əzizim söz sənin. Azerbaycan'ı da buradan salamlayıram. Türk dünyasında salamlayıram. Teşekkürlerimi bildirirəm. Hem Azerbaycan'a hem Türk
dünyasının böyüklərinə, Azərbaycan dünyasının böyüklərinə ki, bizi bu yerə cəngə çatdırıblar. Biz buradan Azərbaycanı salamlayırıq. Böyük uğurlar, böyük başarılar. Axşama gözləyirik hamımızı inşallah konsertdə. İnşallah. Və Sahib Başazadə. Təşəkkürümü bildirirəm. Mən də biz dostlarımın sözünə qatılıram. Bayaq bizim Fərəx xanım çox gözəl qeyd etdi, ətrafı danışdı və qeyd etmək istərdi ki, bilirsiniz ki, bir neçə illər ərzində, hətta bir neçə 10 illər ərzində Azərbaycanın Türkiyədə bir çox konsertləri olmuşdur. Amma zənnimcə ilk dəfədir ki, Azərbaycanın Türkiyədə mədəniyyət günləri keçirilir və o da, necə deyərlər, qismət olub, bizim qismətimizə düşüb. Biz də çalışacaq ki, əlimizdən gələn qədər biz öz musiqimizi, öz mədəniyyətimizi təbliğ edək və inşallah bizim Ankarada və İzmirdə böyük konsert proqramlarımız var və hər birinizi də gözləyirik və hamını salamlayıram. Yaşasın Azərbaycan və Türkiyə. Bravo. Çox təşəkkür edirik biz sizə. Çok sağ olun geldiğiniz için ve elbette ki hatırladık değerli izleyicilerimiz İzmir'den belki bizi izleyen izleyicilerimiz olabilir. Bu güzel orkestra, bu güzel etkinlik İzmir'de de gerçekleşecek.